الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين فاطر السماوات والأراضين وصلى الله على سيدنا ونبينا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Dünən gecə nurani məhzərlərinizdə arz elədim ki, Ağa xanımın, qarı qocanın boynunda bir vacib həqlər var. O vacib həqlərdən sonra bir müstəhəbbi həqlər də var. Dedi xanımın haqqı ağanın boynunda kəbinidir. Bir də yemağı, içmağı, mənzili onları təmin eləyəcək. Bir də o hüquqi ki, məsail-i ağa xanımlıqda, qarı qocalıqda müəyyən olub ona əməl eləyəcək. Və əhyanən təxir olsa, müsafirətə geçsə, işi, şuğlu bir cür olsa ki, həmişə evdə qalmasa, onlara da qarısından icazə alacaq. Və xanımın da boynunda kişinin haqqı budur ki, ondan icazəsiz çıxmayacaq evdən və qarı qocalıq münasibəti ilə nə mənə xastəsi olsa kişinin, onu təmin eləyəcək. Bunlar vacib həqdir. Hər zaman qarı qocasından icazəsiz evdən çıxdı, camiyə getdi, ya deyək atası gilə getdi, xalası gilə getdi, qardaşı gilə getdi, Mərsiyə getdi, ya Qərib ağanın ziyarətinə getdi, ya Kərbəlaya, onda əgər icazəsiz getsə, bu kişiyə də ona yemək, içmək, libas vermək vacib olmaz. Adına ərəbcə deyirlər, naşizə olur. Naşizə, yəni xanım ki də ağasının sözünə baxmadı, ondan icazəsiz evdən getdi, də onun yeməği, içməği, mənzili də ağanın boynuna vacib olmaz, nə qədri bu sözə baxmır. Amma səvab həqlər, bir səvab həq budur ki, ağa aynı halda ki, qarının, yemağın, içmağın, libasın, rahatçılığın, mənzilin təmin edir. İslam deyib ki, siz ovladınıza, uşaqlarınıza, qarınıza da xoş əxlaq olun, yaxşı geçinin onlarla. Ki, əgər bu işdə qüsur eləsəz, onları bəd əxlaqlarınızla, pis əxlaqlarınızla incitsəz, azı budur ki, fişarə qəbrə məhbub. Fişarə qəbrə giriftar olarsınız. Peyğəmbərimizin sahabələrindən bir şəxsi var idi, benamı Osman ibn Məz'un. Din müharibələrinin birində yaralandı, gəldi bir müddət zamandan sonra Mədinədə vəfat etdi. Vəfat eləyəndən sonra Peyğəmbəri Xuda əyaqyalın bunun cənazəsinin dalıcan yol getdi, əbasız getdi. Ya Rasulallah, bu cür niyə gedirsən? Bu da o qədər mələklər düşüblə bu kişinin cənazəsinin dalıcan ki, mənim əyaq qoymağıma yer yoxdur. Ya bir yazıda buyurur ki, mələklər bu cür gedirlər, mən də bunun cənazəsinin dalıcan gedirəm. Peyğəmbər tapşırdı, gözəl qüsül verdilər. Peyğəmbərimiz özü girdi, özü namazını qıldı, mələklər də səf çəkdilər, cəmaət də səf çəkdilər, ölü namazı qıldılar bu kişiyə. Peyğəmbərimiz özü girdi qəbrə, bu kişinin cənazəsini özü aldı, qoydu qəbrə. Kərpişləri özü düzdü qəbrin qabağına. Kərpişləri düzdükcə zığ da alırdı, çalırdı bu kərpişlərin arasına. Dedilər, ya Rasulallah, o yan torpaq, bu yan torpaq, yer torpaq, göy torpaq. 5-10 gündən sonra da bu yıxılacaq, qalacaq bu torpağın altında. Niyə bir belə diqqət edirsən? Həzrət buyurdu, Allah sövər o bəndəni ki, işi ki görür əlindən səlqəli və möhkəm çıxada, vəl o qəbr iş ola. Yəni, müsəlman əgər istədi maşın düzəldə,
bir makine düzəldə, hər bir şey fərş toxuya, ev düzəldə, möhkəm çıxada əlindən. Əgər müsəlmanlar Peyğəmbərimizin tək bu bir sözünə əməl eləsəydilər, dünyada, Avropada hər yerdə bir adam istəyəydi, bir şey düzəldəydi, müsəlmanların markasını vurardı. Niyə? Yerdə onun Peyğəmbərləri tapşırıb ki, işinizə əlinizdən möhkəm çıxadın. Aynı halda ki, müsəlmanların Peyğəmbərləri buyurub, Allah sövər bir müsəlmanı ki, əlindən işin səlqəli və möhkəm çıxada və o qəbriş ola, əsəflidir ki, qahi müsəlmanlar işləri möhkəmsizlik düzəldirlər. O cür ki, gərək İslam sifariş edib, ona əhəmiyyət vermirlər. Fəqət pul da alacaq, çox qazanmaq fikrində. Bu iş yaxçı çıxsın, möhkəm olsun, xalqın dərdinə dəysin, onu riayət etmirlər. Sonra Peyğəmbərimiz bu adamı dəfn elədi, çıxdı eşiyə. Anası dedi ki, oğul, xoş halıva, Peyğəmbər sənə təşrih elədi, Peyğəmbər sənə ölü namazı qıldı, Peyğəmbər səni dəfn elədi. Həzrət buyurdu, sakit ol, ana, sən nə bilirsən nə var? Rəngi saraldı. Niyə rəngin saraldı? Buyurdu, qəbrə fişar verdi sənə. Ya Resulallah, bir kişi ki, mələklər onu təşrih cənazə elədi, sən qəbrə qoydun, sən ölü namazın qıldın. Niyə fişar verdi qəbr ona? Buyurdu, ailəsi ilə evdə əxlaqsız idi. Yəni, xanımına, uşaqlarına əxlaqı yox idi, tündüdür onlara. Neçə adamlar fişarı qəbrə düşər və fişar verər o adama ki, ailəsinə, xanavadəsinə əxlaqsızdır, tündüdür, onları incidir. Xoş əxlaq olmaq çox mühümdür. İkinci budur ki, o qəzaları ki, alır, gətirir bu evə, onların başına çalmıyor. Adam var, alır, gətirir, yeyin, zəhər yiyəsiz. Dədəm yanıb bu pulu qazanmışam, yeyin, kef eləyin. Bu, əxlaqsızlıq bir işdir. Elə bir ki, siz bir adamı qonaq çağırıbsınız, ona göğül istəyən kebabı, ona göğül istəyən toğu veribsiniz, qapıdan çıxanda deyəsiniz, zəhər yiyəsən, xoş gəldin. Nə qədər bu çörək yiyənə acıq gələr, evdə o cürdür, xanavadədə o cürdür, uşaqda o cürdür, qızda o cürdür, oğlanda o cürdür. İnsan gərək verdiği çörəyə minnət vurmuyor. Qur'anımızda ayə var ki, hər kəs elədiği ehsanı çalsa başa, elə bir kirmi çəhd onu yandırdı. Və la tubtilu sədəqatikum bilmənni vəl-ədə. Yaxçılıqlarınızı minnətlə pozmayın. Yəni bir adama yaxçılıq elədin, başına çaldın və onun nə mənə səvabı var idi, o tutdu yandı, heç oldu. Allahdan heç mütalibən yoxdur, çünki başına çaldın. Və liza Qur'anda buyurur ki, Əli əleyhissalam 3 gün ağzının çörəyin verdi yətimə, fəqirə, əsirə və yut'imunət ta'amə ələ hubbihi miskinən və yətimən və əsirə ürəklərində dedilər ki, innəmə nut'imukum li vəchillah. Biz bunları Allahdan ötü verdik. La nuridu minkum cəzaən və la şükura. Nə istirik, təşəkkür eləyəsiniz, nə əvəzin verəsiniz. İndi məsələn, sən qardaş oğluna, ya qardaşın qızı ərə gedildi mi, fərş aldın. Bunlar da biraz nadan oldular, başları qarışdı. Evlənəndən sonra, toydan sonra gəlib səndən bir təşəkkür eləmədi. Denən o fərşi yollasın, gəlsin. Denən o fərşi yollasın, gəlsin. Mən onu adam bilmişəm, ehtiram eləmişəm, o qədrin bilmədi. Bu olmadı. Sən ki fəqirə bir şey verirsən, ona vermirsən ki, Allaha verirsən. Əgər tələbkarsan da Allahdan tələbkarsan. Odur ki, verdiğin adama heç minnət qoyma. Sən Allahdan tələbkarsan, səvabını da Allahdan alacaqsan, bu şərtlə ki, əxlaqsızlıqdan onları batil eləməyəsən, heç eləməyəsən. Hədis var, uşaqların sizi ruzi verən bilirlər. Gözlərin sizin əlinizə tikiblər. Elə əqli çatmır ki, ruzunu Allah verər, dədə vəsilədir. Amma deyir, mən ruzi verən, çörək qazanan dədədir. Onların zehnin körramayın. Əlinizdə gələndə imkanı olsa bəstənidən, meyvədən gətirin onlara, onları söyündürün. Fəqirlərin evinə təsəddiq aparsaz, Allah nə qədri səvab verər, öz evinizdə uşaqlarınızı söyündürməyində o qədri səvabı var.
fəqirlərin evinə təsəddiq aparasınız, onlara doyun qarıncan çörək verəsiniz, meyvə verəsiniz, söyündürəsiniz, öz əhl-əyalınızı da söyündürməyin əcri var. Bəs İslam deyib. Ondan sonra deyib, səvabdır, dəramədiz çoxaldıqca, uşaqlarınıza da vüsət verin. Yəni, bir zaman var idi, dəramədiz çox az idi, naylon başmaq, kaloş başmaq verir, alırdınız xanımıza, çitdən köynək alırdınız. İndi ki, Allah verib, qiymətli başmağa. İndi ki, Allah verib, qiymətli libasa. Demirəm, bədən görsədənin torun al, ha. Qah olar ki, bir şey bədən görsətməz, amma qiymətli olur. O parça var metri 8.000 tümən, parça var metri 30.000 tümən, 40.000 tümən, 50.000 tümən, 100.000 tümən. Allah verib. Hədisdə var, Allah sövər o bəndəni verdiği neyməti özündə görsədə. Yəni, Allah ki, o neyməti verib işlət. Özündə işlət, özgəyə də ver. Yığma, fəqət saxlama. Bəs ailəzin qəzasın, meyvəsin, libasın, dəramədi çoxaldıqsa vüsət verin onlara. Allah sizə verdiksə, siz də onlara əlizi açın. Bunlar səvablardırlar bir kişi xanımına, uşaqlarını eləyər. Əvəzində Allah deyib, xanımlar da təhbü ki, məsələ ağa xanımlıqda, xanımlıq bu ki, xanıma vacib ola, da əlin ağdan qəriyə vurmaya ki, mənə deyib elə, nə mənə xanımlıq barəsində var, sözünə bax, bir də evdən eşiyə icazəsiz getmə, da mən qab yumaram, libas yumaram, ev süpürmərəm, baxmaram bu işlərə, dərhalı ki, Allah ona onu şəhid səvabında əcr verir ona. Hədis var, bir xanım özün bəziyə, məsələn, taza libasların giyə, ətri vura ki, xanım qızın yola salırdı, deyirdi qızım, evində də ətr olmasa ki, vurasan kişinin xoşu gələ, əqəlləm üçün elə evi üstündən nəfdiyi gəlməsin. Bu ətri tapanmısan tapanmada, amma nəfdiyi də gəlməsin üstündən. Qah adam, yaxçı, xəmirdəndən tapanmaz ki, diş xəmiri, xoşbu olsun, ağzı ətirli olsun, kişisini məsələ xoşu gəlsin onun ağzının ətirinə, əqəllən siqar çəkməsin ki, tüstüyü gələ. Əqəllən sarımsaq yeməsin ki, bu xanımın nəfəsini qeytərə. Bunlar hamısını gələ adam gözləyə də. Taza libasını giymək, özün cəmallı kişisinə görsətmək, əcri səvabı var. Evi, hətta bir dənə aynanı taxtçada oyan bu yan eləyə ki, qoy qəşək görsənsin. Bu kişi gəlsə, bu evi bu cür mürəttəb görsə, xoşhal olsun, Allah ona əcri yazar. Nə əcr? Din yolunda şəhid olmaq əcri. Gəldi Peyğəmbərimizin sözündə, ya Resulallah, mənim bir xanımım var, xoşum gəlir ondan. O ki, gedirəm işdalıcan, qapıdan yola sarır, Allaha tapşırır. Axşam gələndə peşvazıma gəlir, yorulmayasan deyir. Mən bu xanımın ədəbin, əxlaqından çox razıyam. Hər zaman görsə qüssəli gəlmişəm, yer əgər kişi dünyaya görə qüssəliysən eləmə, dünyanın ərzişi qiyməti yoxdur. Ahirətə görə qüssələsən, Allah qəmimi çox eləsin, ta bağışlanasan. Həzrət buyurdu ki, bu arvad sənin evində Allah qasididir. Qiyamət günü Bədridə, Hünendə şəhid olanlara Allah nə səvab versə, o səvabın yarısı verəcək bu xanıma. Bədri şəhidi, Hüneyn şəhidinin yarısı verəcək buna ki, xanımına belə mehribandır. Bu cür təqvalı xanımlar dünyada çox olur. Soruşur ki, hansı xanım mübarək xanımdır? Buyurur, o xanım ki, əri evə gələndə xanımın görsə, qarısın görsə şad olan, bu kişi çıxıb gedəndən sonra onun malın namusuna xiyanət eləməyən. Nə malına xiyanət eləyə, nə namusuna. Əsməidən nəql olub. Yolda gedirdim, susuzudum. Ölürdüm susuzumdan, bir çadıra yetişdim, bir xeymiyə. Döydüm xeyməni. Bir xanım çıxdı, onun gözəlliğindən mənim susuzluğum yadımdan çıxdı. Dedim, ay xanım, mən susuzam. Dedi, qardaş, mən ərimdən icazəsiz bir adama su vermərəm. İcazəm yoxdur, almamışam icazə, bilmirdim sən qonaq gələcəksən. Amma 2 livan sütümüz var idi, bir bardağım səhər məni ərim içib gedib, bir bardağım mənim öz payımdır. Onu mən saxlamışdım içəm.
Da sən gəlibsən, mən içməmişəm, onu verirəm sənə. Mən bu sütü içdim, qaldım eşikdə. Dedi, qal, nahar çağı ərim gələcək, sənə pəziralıq elərik, xidmət elərik. Mən indi eşikdə oturmuşam, bu çöplə bu yeri bücür elirəm torpağı. Deyirəm, bu gözəllikdə xanım, bu ədəbdə xanım, bu əxlaqda xanım. İndi bunun bir Yusuf kimi kişisi var. Gözəllikdə, əxlaqda da. Deyər ki, nə mənə dığırlanıb çölmək, qapaq dığırlanıb çölməyini tapıb. Bunun öz yaraşığına əri var da. Dözdüm, gördüm, nahar çağı bir kişi gəlir, 7 buruq. Beli bücür əyridir, qıçı bücür əyridir, üzü qoturdu, rəngi qərədi. Çeri bir adam. Dedim, inşallah bunun nökərləridir. Gəldi, gördüm, bu xanım qaçdı qabağa, atı tutdu, bu kişi yendi. Ta yendi, su gətdi, əl-ayağın yurdu, dəsmal gətdi, qurudu. Dedi, qonaq gəlib və səndən icazəm yoxudur, buna pəziralıq eləyənməmişəm. Gördüm ki, müntəzir oldum, sən gələsən. İcazə versən bu qonaqdan pəziralıq eləyəm. Mən bildim, bu bunun əridir. Mənə də pəziralıq elədilər. Handan hana bu kişi çıxdı eşiyə, mən fürsət tapdım. Dedim, xanım, bu gözəllikdə, bu ədəbdə, bu əxlaqda, bu dində, bu imanda heyf dəysən bu kişidə oturubsan. Da dünyada hamıdan insan olmayan, ədəbsiz, həyasız o adamdır ki, bir adamın çörəyi ona xəyanət eləyir. Bir adam eşikdə bir dana, özgənin arvadına baxır, küçədə baxır, qıza arvada, bu bir söz deyil. Bir də gedə bir evə, o evin çörəyi yiyə, onun xanımına xəyanət qəsdi ilə baxar. Onun qızına xəyanət. Bundan insan olmayan bir adam, bundan günahsızlı, suçlu, pis bir adam yoxdur. Xain bir adam yoxdur. İstir bu söz ata bunu, be istilah, deyərlər ki, fikrin oğurluya, istir bunu ərindən boşatdıra. Bu qayıtlı cavabında dedi ki, qardaş, mən Peyğəmbərimizdən eşitmişəm, imanın 2 gözü var. Necə tarazunun 2 gözü olar? İmanın 2 gözü var. Biri budur ki, Allahın nemətlərinə şükür eləyəsən. Allah mənə gözəllik verib, əxlaq verib, din verib, iman verib, buna şükür elərəm həmişə. İkinci budur ki, Allahın qəzasına da səbr eləyəsən. Səbr evişində bir belə ər mənə qismət olub, ona da səbr elərəm. İmanımın 2 gözünün də tərazisi kamil ola, ölcağın behişdə gedəm. Dünyada qamət çatanlar neçə gün yaşayıblar ki, nakamlar neçə gün yaşayalım. Yəni o adam ki, laf söydüğü kişiyə gedib, söydüğü xanım alıb, neçə gün yaşayıb? 50 ildən sonra bacı qardaşdılar. Qalsalar, qalmasalar da ki, heç. Qamət çatanlar neçə gün qamət çatıblar ki, sınıqlar neçə gün şikəst yiyələ, eşqidə sınıq yiyələ. Mən gördüm bu xanım, buna deyirlər, həyalı xanım, təqvalı xanım. Həm ərinin sözündə, səlahındadır və həm ona xiyanət eləmir, özgələrin toğlamağına toğlanmır. Buna deyirlər, təqvalı xanım, imanlı xanım. Bunlar əgər namazların qılala, oruçların tolala, ölcağın behişlidirlər. Xanım Zəhranın şəfaatindən də bunlar bərxurdar olacaqlar. Və incitməyələ kişilərin niyə almısan, niyə gətirmirsən? Ona görə ki, hər adamın dəramədi bir cür deyil ki, nə mənə söydü ala gətirə. Dünya doludur bazar cinsinə, amma pula verirlər. Hər kəsin pulu olsa alıb gətirə bilir, olmasa yerdən çıxadamayacaq ki. Hamının da dəramədi bir deyil, bərabər deyil. Birinci azdır, birinci çoxdur. Yaxşı insan budur ki, Allah verən dəramədə, Allah verən çörəyə qanı ola. Allah nə yazıb alnına? Az, çox. Fatimə-i Zəhra aleyhissalam bu cür bir insanlardan idi. Buyurun, 5 il əmoğlumun evinə gəldim, 5 ildə fərşimiz, moketimiz, hər zadımız bir davar dərisi idi. Yatacağımız, oturacağımız o davar dərisinin üstündeydi. Heç gilayə eləmirdi ki, bən niyə fərş almısan, bən niyə kilim almısan, bən niyə moket almısan, bən niyə nəməd almısan.
Gahi olurdu, başının çadırası yamaqlı olurdu. Gahi olurdu, 2 gün evdə çörək olmurdu. 3 gün çörək olmurdu. Ali aleyhisselama demirdi evdə çörək yoxdur. Ya Zəhra, niyə demirsən? Deyirdi, Allahdan utanıram səni incidən. Səni vadar eləyən bir şeyə ki, səni alanmısan, yetirənmisən. Mən demərəm bu evdə çörək yoxdur. Belə yaşadılar. İman üzəri ilə, təqva üzəri ilə, əxlaq və məhəbbət üzəri ilə. Əsli yaşayış budur. Və ilə dünya varın olsun. Əgər kişi xaindir, əgər arvad xaindir, əgər əxlaqsız yaşırlar, əgər evdə məhəbbət və atifə yoxdur, o yaşayış zahirən yaşayışdır, vəli batinən mənasızdır. Ruhu yoxdur, çünki məhəbbət yoxdur o evdə, əlaqə yoxdur o evdə. İslam insanları əlaqəyə, məhəbbətə, imana, təqvaya çağırıb, həyaya və iffətə çağırıb. Kişilər də gərək həyalı ola, xanımlar da gərək həyalı ola. Həyası olmayanın imanı yoxdur, iman olmayanın heç tadı yoxdur. Peyğəmbərimiz burada həya ilə iman cüddülər. Hər kəsin həyası var, imanı var. Hər kəsin həyası yoxdur, təqvası yoxdur, imanı yoxdur. O qarılardan ki, qocasına çox mehriban idi. Ölənəcən vəfasını əldən vermədi, Rubab xanımıdır. Müşəxxəsən Rubabın bir Səkinə adında qızı var Kərbəlada. Bir də Əliyə Əsqar adında bir oğlu var. Bu xanım bir parça ədəbdir, kəmaldir. Elə məhəbbət nişan vermişdi İmam Hüseyin əleyhissalama ki, İmam Hüseyin buyurardı ki, mən nə tənha Rubabla Səkinəni çox istərəm, hər evdə Rubab adında, Səkinə adında qız olsa, onları da çox istərəm. O qədər əlaqəsi vardı, həm Səkinəyə və həm Rubaba. Bu xanım Kərbəlada əsir oldu. Məclis İbn Ziyadda ki, gördü İmam Hüseyin əleyhissalamın yaralı başı təştin içindədir, qaçdı o təşdən, o başı götdü, qoydu bir ürəyinin başına. Ucadan ağla dedi, va Hüseynən, fəla nəsitu Hüseyna, əqsədəthu əsilnətul ədiyai. Ay Hüseyin, heç səni yadından çıxatmayacağım ki, düşmənlərin şəllağı taziyanəsi sənin yaralı dodaqlarından, dişlərindəndir. Qadəruhu bi Kərbəlaə qətilən, la səqəllah canibəy Kərbəlai. Hüseynən fəla nəsitu Hüseynə. Hüseynən fəla nəsitu Hüseynə. Ölənəcən səni yadımdan çıxartmaram ağa. Mədiniyə gələndən sonra nə qədr elçilər gəldilər, getmədi. Dedi, mən Fatime-i Zəhradan sonra heç kəsə kəniz olmayacağım, heç kəsə gəlin olmayacağım. Fakat Zehra gelini yaşayıp Zehra gelini öleceğim. Diyerdiler hanım gün evinde iyileşme, gel çölgede iyileş. Hanımlarla baham ağlayım. Diyerdi hanımlar ölenecen gün evinde iyileşirem. Gözümle gördüm Hüseyin ağam kaldı günlerin kabağında. Onu susuz öldürdüler. Diyerdiler tek eyleşme, gel hanımlarla bağım eyleş. Diyerdi şerti var, mən olan məclisə südə ver uşaq gətimin, balam yadıma düşür. Gülşəndə əli
kırmızı güller gül açanda bülbül oli şermende gülün rengi kaçanda geldim vatana gördüm uşaklar dil açanda yüreğimden de geldi valla Ali ben dedim ağlama ne böyle geçtim yazar anan ölsün yine bu halete düştün ya sen ah uşaklar kimin ağlar bir mene derdin diyesin Müslülerin alemi yandırın